Öldükdən təxminən 30 dəqiqə sonra bədəndə heç bir refleks qalmır. Əzəllər boşalır. Buna görə də ağız və göz qapaqları açıq qalır. Ölümdən 24 saat keçdikdə bədən çürüməyə başlayır. Təxminən 4 ildən sonra insan bədəni tamamilə sümüyə çevrilir. Bəs sonra nə olur? Gözəllik, yaraşıq, var dövlət, təkəbbür, mülk, vəzifə və məqam harada qalır? Yer üzündə lovğalıqla gəzən, özünü böyük dağların yaradıcısı kimi aparan, kiçik egosuyla insanları alçaldan və həyatı statusa, keçici uğurlara bağlayan hər kəsin aqibəti budur. Pulun əsiri olanların, vəzifə xatirinə xarakterini satanların, başqalarının ağrısı üzərindən yüksələnlərin sonu da eynidir. Gözəlliyinə pərəstiş edən, ömrünü bəzəyə, makyaja həsr edən, dərisini qorumaq üçün hər gün diqqətlə kremlər çəkən bədənin sonu da eyni yerdədir. Əzəllərini böyütmək üçün güzgü qarşısında saatlarla vaxt keçirən, yeganə məqsədi bu görüntünü paylaşmaq olan insanların sonu da fərqli deyil. Çalışın, uğurlu olun, istehsal edin və insanlığa fayda verin. Amma həyatı böyütməyin, özünüzü böyütməyin. Çünki əlimizdə qalacaq yeganə şey bu dünyada etdiyimiz yaxşılıqlar və arxamızda buraxdığımız gözəl xatirələr olacaq. Hər kəsə insanlığa fayda gətirən, geridə yaxşı izlər buraxan bir ömür arzulayıram.